Dünyada boşanmaların hələ də qanunsuz olduğu yeganə ölkə Filippindir. ABŞ ən çox asılılıqdan əziyyət çəkən insanların yaşadığı ölkədir və bu göstərici hər il artır. Nepal özlərinə məxsus təqvimləri var. Hazırda onlarda 2082-ci ildir. Sanki gələcəkdə yaşayırlar. Bərbər təqvimi Əlcəzair, Mərakeş, Tunis, Liviya, həmçinin Mali və Nigerin şimalında istifadə olunur. Onlarda hazırda 2976-cı ildir. Çin ən yüksək IQ səviyyəsinə malik ölkədir. Ümumiyyətlə Şərqi Asiya ölkələri bu siyahıda liderlik edir. Nepal araşdırmalara görə 43 xal ilə dünyanın ən aşağı IQ səviyyəsinə malik ölkəsidir. Cənubi Koreya doğum səviyyəsinin ən aşağı olduğu ölkədir və bir çox insan uşaq sahibi olmaq istəmir. Niger doğum səviyyəsinin ən yüksək olduğu ölkədir və hər qadına təxminən 7 uşaq düşür. Venezuela dünyanın ən təhlükəli ölkəsi hesab olunur. Bunun əksinə olaraq İslandiya isə dünyanın ən təhlükəsiz ölkəsi olaraq göstərilir.